Mark 4-cü fəsil. Səpilən toxum məsəli. İsa gölün sahilində yenə xalqa təlim öyrətməyə başladı. Yanına elə böyük izdiham toplaşdı ki, özü bir qayığa minib gölün içərisində oturdu. Bütün izdihamsa gölün sahilində dayanmışdı. İsa onlara məsələlərlə bir çox şey danışaraq öz təlimini öyrətməyə başladı. Qulaq asın, bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daşkəsəkli yerə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsalandı və kökü olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu və bu toxumlar bar vermədi. Başqaları isə münbit torpağa düşdü. Ona görə də böyüyüb artdı və bəzisi 30, bəzisi 60, bəzisi də 100 qat səmərə verdi. Daha sonra İsa dedi, eşitməyə qulağı olan eşitsin. İsa tək qalanda 12 şagird və ətrafında olanlar məsələlərin izahını soruşdular. O, onlara dedi, Allahın padşahlığının sirri sizə açılıb. Amma kənarda olanlara hər şey məsələlərlə deyilir. Belə ki, gördükcə görsünlər, amma qanmasınlar. Eşitdikcə eşitsinlər, amma anlamasınlar. İman eləməsinlər və bağışlanmasınlar. İsa onlara dedi, siz bu məsələ anlamırsınızmı? Bəs digər məsələləri necə başa düşəcəksiniz? Əkinçi Allahın kəlamını əkir. Daxilinə kəlam əkilən bəzi insanlar yol kənarına düşən toxumlara bənzəyirlər. Bunlar kəlamı eşidəndə dərhal şeytan gəlib əkilən kəlamı götürüb aparır. Daşkəsəkli yerlərə səpilən bunlardır. Kəlamı eşidəndə dərhal sevinclə qəbul edirlər. Lakin onlarda kök olmadığına görə dözümləri az olur. Kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılırlar. Tikanlar arasına səpilən başqaları isə bunlardır. Kəlamı eşidirlər, lakin bu dövrün qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeyləri olan etirazlar araya girib kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənlər isə bunlardır. Onlar kəlamı eşidib qəbul edirlər, bəzisi 30, bəzisi 60, bəzisi isə 100 qat səmərə verirlər. Çıraq məsəli. İsa onlara dedi, çırağı qabın yaxud yatağın altına qoymaq üçünmü gətirirsiniz? O çıraqdana qoymaq üçün deyilmi? Elə gizli bir şey yoxdur ki, aşkara çıxmasın və elə örtülü bir şey yoxdur ki, aydın olmasın. Eşitməyə qulağı olan eşitsin. İsa yenə onlara dedi, eşitdiyinizə diqqət eləyin. Hansı ölçü ilə ölçsəz, sizin üçün də eyni ölçü ilə ölçüləcək və daha artıq veriləcək. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Cücərmiş toxum məsəli. Sonra İsa dedi, Allahın padşahlığı torpağa toxum səpən əkinçiyə bənzəyir. O gecə yatır, gündüz qalxır. Toxum cücərib boy atır, amma əkinçi bunun necə baş verdiyini bilmir. Torpaq özü bar gətirir. Əvvəl cücərti çıxır, sonra sümbül, daha sonra sümbülün dənləri iriləşib yetişir. Məhsul yetişəndə əkinçi dərhal oraq vurur, çünki biçin vaxtı gəlib. Xardal toxumu məsəli. Sonra İsa belə dedi, Allahın padşahlığını nəyə bənzədək? Onu hansı məsəllə göstərək? O, xardal toxumuna bənzəyir ki, yer üzündə torpağa əkilən toxumların ən kiçiyi olsa da, əkiləndən sonra böyüyüb bütün bostan bitkilərindən hündür olur. O qədər böyük qol-budağı atır ki, göydə uçan quşlar onun kölgəsində yuva qura bilər. İsa xalqın başa düşəcəyi dərəcədə buna bənzər çoxlu məsələlərlə kəlam söylüyürdü. Onlara məsəlsiz söz deməzdi, amma öz şagirdləri ilə tək qalanda hər şeyi izah eləyirdi. İsa tufanı yatırır. Həmin gün axşam düşəndə İsa şagirdlərinə dedi, gəlin o biri sahilə keçək. Şagirdlər cəmaatdan ayrılaraq İsa'nın mindiyi qayıqla birgə apardılar. Onun yanında
başqa qayıqlar da vardı. Bu vaxt böyük bir tufan qopdu. Dalğalar qayığa elə hücum çəkdi ki, su artıq onun içinə doldu. İsa qayığın arxa tərəfində başını yastığa qoyub yatırdı. Şagirdlər onu oyadaraq dedilər: Müəllim, axı biz həlak oluruq. Bu səni narahat eləmirmi? İsa durub küləyə qadağan elədi və gölə dedi: Sus, sakit ol. Külək dayandı və dərin sükut çöktü. İsa onlara dedi: Niyə qorxursuz? Hələ imanınız yoxdurmu? Onlar dəhşətə düşüb bir-birindən soruşdular: Bu adam kimdir ki, külək də, göl də ona itaət eləyir?